Bəli, bugün Çində səfərdə olan Böyük Britaniyanın baş naziri Keir Starmer ilə Çin lideri Xi Jinping arasında görüş keçirilib. Təxminən 80 dəqiqəlik görüş zamanı Keir Starmer Çini qlobal miqyasda vacib ölkə kimi dəyərləndirib. Xi Jinping isə öz növbəsində Böyük Britaniya ilə əlaqələrin soyuq olduğunu, lakin Çinin Böyük Britaniya ilə münasibətləri strateji tərəfdaşlığa çevirməyə hazır olduğunu dilə gətirib və iki ölkə arasında münasibətlərdə yeni bir səhifə açmaq, həmçinin ticarətin həcmini artırmaq və təhlükəsizliyi gücləndirmək kimi önəmli məsələlərdə istəyini bildirib. Xatırladım ki, Starmer dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə münasibətlərin yaxşılaşdırılmasını prioritet olaraq təyin eləyib. Baş nazir görüş zamanı Çinin liderinə deyib ki, Çin qlobal səhnədə vacib aktordur və əməkdaşlıq imkanlarını da müəyyən edə biləcəyimizi, eyni zamanda fikir ayrılığımızın olduğu sahələrdə mənalı dialoqa imkan verəcəyimiz də daha mükəmməl bir münasibətlər qurmağımız üçün vacibdir. Öz növbəsində isə Çin lideri Xi Jinping bildirib ki, Britaniya ilə əlaqələrin iki ölkənin maraqlarına xidmət etməyən ağır sınaqlardan keçib və Çin uzun müddətli strateji tərəfdaşlığı inkişaf etdirməyə hazırdır. Biz tarixin sınağına tab gətirə biləcək bir nəticə əldə edə bilərik, deyə Çin lideri qeyd edib. Bildirim ki, Keir Starmer Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Pekinə qarşı siyasi kursuna rəğmən Çinlə diplomatik danışıqlar aparan sonuncu qərb lideridir. Onu da əlavə edim ki, Starmerin səfəri ticarət maneələrini aradan qaldırmaq üçün Pekinlə iqtisadi müqavilə imzalaya və ya Trump'ın qəzəbinə səbəb olan Kanada baş naziri Mark Carney'nin səfərindən dərhal sonra baş verib. Çinə səfəri çərçivəsində isə baş nazir Keir Starmer, daha sonra Çinin baş naziri Li Qiangle görüşüb. Bundan sonra isə onun Şanxaya səfər edəcəyi gözlənilir.